Əziz, hörmətli tədbir iştirakçıları, hörmətli şəhid anaları, şəhid bacıları, şəhid ataları, şəhid qardaşları, hər birinizi salamlayıram. Hacıbədəlli kəndində iki qəhrəman şəhidimizin adlarını əbədiləşməsi münasibəti ilə iki şəhid qardaşı bizləri dəvət edibdir, gəlib bu tədbirdə iştirak edirik. İlk öncə xahiş edirəm, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, qadirlərimizə şəfa versin və Azərbaycan dövlət himni səslənir. Allah Azərbaycanımın üç rəngli bayrağını hər bir zaman zirvələrdə dalğalandırsın. Hər bir zaman məclislərdə qeyd edərdik ki, gün o gün olsun, üç rəngli bayrağımız Qarabağımızda dalğalansın. Şükürlər olsun, bu arzumuza çatdıq. Bugün də elə arzu edək ki, gün o gün olsun inşallah üç rəngli bayrağımız Zəngəzurumuzda, Göyçə mahalımızda dalğalansın. Azərbaycanın qədimi torpaqlarımız, dədə-baba torpaqlarımızda dalğalansın. Bu günləri ocağına, adına yığışdığımız iki qəhrəman şəhidimiz məhz bu küçədə yaşayıbdır. Bu küçədən hərbiyə yola düşübdür və bu günləri də Allah razı olsun şəhid analarından. Çox sağ olun, var olun ki, gəlib burada iştirak edirsiniz, şəhid atalarından, eləcə də kənd cəmaatından. Çox sağ olun, var olun. İki sənətkar, iki şəxsiyyət tanıyıram ki, mən bu kənddə hər bir zaman şəhidlərimizə təmənnasız xidmət edib. Mən tanıdığımı deyirəm, çoxdur, amma bizim yanımızda hər bir zaman tanıdıqlarımı deyirəm ki, biri şəhid qardaşı Hikmət müəllimdir ki, heykəltaraş, gözəl sənətkarımız təmənnasız xidmət edir. Biri də şəhidlərə yazılan şiirləri hər bir zaman təmənnasız olaraq mahnılar bəstələyən
Məhbə müəllim, sizlərə təşəkkür edirəm. Hər ikinizə mən çox sağ olun, var ol deyirəm. Bu elimizdə, bu obamızda saysız hesabsız dəyərli qazilərimiz, veteranlarımız var ki, şəhidlərimizin canlı şahidləri olubdur. Allah hər birinə can sağlığı versin. İllər idi ki, 30 ilə yaxın idi ki, biz Azərbaycan vətəndaşı olaraq, Azərbaycan oğlu olaraq bir qıraq yerdə dilimiz gödə idi, danışa bilmirdi çünki torpaqlarımız işğal altındaydı. 2020-ci ildə bizim o değerli balalarımız, qeyrətli balalarımız, 1-ci Qarabağ müharibəsində şəhid olan şəhidlərin, qazi olan qazilərin qisasını alaraq, özləri də şəhadət şərbətini içərək torpaqlarımızı işğaldan azad etdilər. Şükürlər olsun. Şəhid analarının, şəhid atalarının bir təskinlik olan bir yeri var ki, torpaqlarımız işğaldan azad olunubdur. Mən hər bir zaman demişəm, bugün də deyirəm, xarici ölkələrdə o yalancı qəhrəmanları kinolarda elə bir təqdimat edirlər ki, amma bizim real qəhrəmanlarımız var ki, saysız hesabsız, bunların hansına baxsan hərəsi bir qəhrəmandır. Hansına baxsan hərəsinin öz tarixi, öz izi var. Çox vaxtınızı almaq istəmirəm. İstəyərdim ki, bu iki şəhidimiz haqqında bir qısa bir məlumat verəm. Şəhid Kərimov Mübariz İsaoğlu 1975-ci il mart ayının 10-unda məhz bugünkü gündə, bu günləri şəhidimizin cənnətdə olan doğum günüdür, mövlududur. Ağcabədi rayonunun Hacıbədəlli kəndində dünyaya gəlmişdir. 1982-ci ildə Hacıbədəlli kənd tam orta məktəbin 1-ci sinifinə ilk qədəmini qoyub, 1992-ci ildə həmin tam orta məktəbi bitirib, 1993-cü ildə Qusar rayonunda hərbi xidmətə başlayıb. Özündən böyük qardaşları Kərimov Qasım, Kərimov Elman könüllü olaraq döyüşdə olduqları üçün böyük qardaşlarından biri Hikmət Kərimov Qusara yanına gedir. Və Hikmət olduğu kimi deyəcəm ha. Komandira bildirir ki, iki qardaşım ön cəbhədə vuruşur. İmkan varsa mübarizi burada saxla, döyüşə göndərməyəsiniz. Atam, anam ona tab gətirə bilməz. Komandir razılaşır, amma bir neçə gündən sonra demək, mübariz öz sinif yoldaşları ilə, bilmirəm, o vaxt indiki avadanlıqlar, elə müasir avadanlıqlar yox idi ki, amma nə cür bir-birlərindən əlaqə saxlayıblar, o onlara bəllidir. Sinif yoldaşları ilə Hüseynov Namik, Cabbarov Aydın, Rüstəmov Fərid, Mənsubov Etibar, Orucov Sənan ilə əlaqə yaradıblar. Hər birisi xidmət etdikləri hərbi hissəni tərk edib, gəlib ön cəhbədə döyüşən qardaşlarımızın yanında könüllü olaraq döyüşlərə giribdilər. Hindaq taborunda xidmətə başlayıblar. Xocavənd və Ağdam uğrunda gedən döyüşlərdə iştirak ediblər. 1994-cü il yanvarın 3-dən 4-ünə keçən gecə Pirəbulağı istiqamətində gedən döyüş son döyüşləri olub. Bu günə qədər hələ də bir məlumat əldə olunmuyor. Şəhid Məmmədov Səməndər Şahlaroğlu 1976-cı ildə mayın 29-unda Hacıbədəlli kəndində anadan olub. 1983-cü ildə Hacıbədəlli kənd tam orta məktəbin 1-ci sinifinə ilk qədəmini qoyub. 1993-cü ildə həmin orta məktəbi bitirib, 1994-cü ildə hərbi xidmətə gedib. Ağcabədi rayon ərazisində, ön cəbhədə, ön saylı hərbi hissədə xidmətə başlayıb. Kəşfiyyatçı olub. 1995-ci il iyun ayının 12-sində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onu da qeyd edim ki, bax bu adlar ki, bu lövhələrdə əbədləşib, Hikmət qardaş qalx ayağa, xahiş edirəm. Bu kişinin əl zəhmətidir, öz əlləri ilə hazırlayıbdır. Və mən istərdim ki, gözəl ana başda olmaqla, bax orada 2 dənə şəhid anamız da var, xahiş edirəm elə şəhid anaları da birlikdə buyursunlar, çox xahiş edirəm. Yaxınlaşın, ondan sonra söz verəcəm, danışacaqlar. Və çox xahiş edirəm, hər iki şəhidin doğmaları, əzizləri. Yox,
Yönü bəri baxanda, yönü bəri durun. Öyle durun ki. Çəkin, çəkin, çəkin. Çəkin. Ağlamayın, qəhrəman var, şu qəhrəman hansı ağlamaz. Hə, indi yaxınlaşın. Ana, o ananı da aparır. Bütün şəhətlərini alır. O ananı da aparır, o da düşür. Gedəri orada. Ana, əziyyət verirsən. Yox, yox, ağlamaq olmaz. Ağlama. Ged o birisini. Ged ora. Böyle onlar da. Hər ikisi o ananın balasıdır. Allah abad eləsin. Hə, hər kəs öz yerini tutsun, çox xahiş edirəm. Qəhrəman bacısı, qəhrəman anası ağlamaz. Mətinlə, bax belə, çıxışlar edin burada. Qoy düşmənin bağırı çatlasın. Qoy düşmən görsün ki, 5 bizdən, əgər şəhid olarıqsa, 5000 şəhid olmağa qalxar, hazırlaşar. Allah sizləri var eləsin və hamı öz yerini tutun. İlk sözü də mən istəyərdim ki, Hikmət müəllim. Hikmət müəllim. Qardaşlar da yaxınlaşın. Şan təşəbbüsü ilə. Hikmət müəllim, yaxın gəlin. Yaxın gəlin, çox xahiş edirəm. Hikmət müəllimin əl üzəridir. Hər iki qardaşın təşəbbüsü ilə və bütün qardaşların, bütün bacıların dəstəyi ilə bu iki qardaşı dəstəkləyiblər, sağ olun, var olun deyirəm. Və ilk sözü sizdən eşidək, gələn qonaqlar sizin dəvətinizdən gəlib, sonra çıxışlara edək. Gəlin qonaqları salamlayıram. Gəlin qonaqları salamlayıram. Bu kənd əhlini, bütün şəhid analarına, şəhid atalarına hoş gəlmişsiniz deyirəm. Bizim Buyur, tamam. Həyəcandan mı? mənim qardaşım mənim əl işimdən təxir edirdi o vaxt. İndi də danışırdılar ki, ruhlar öldür. İnsan cismən göstədə ruh yaşayır. Mən də fikirləşdim ki, bir öz əl işimi göstərim qardaşımın şəklinin önündə. Deyim ki, qardaşım, ruhun şad olsun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Sağ olun. Əziz kənd cəmaatı, hamınız xoş gəlmişsiniz. Bugünkü gün bizim üçün həm kədərli gündür, həm sevinçli gündür. Bu günləri qardaşım Səməndərin adına yığışmışıq, mübarizlə bir yerdə. Sevinçliyik ona görə ki, bunlar vətən uğrunda şəhid olublar. Amma bu günləri Ali Başkomandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Qarabağ torpağı işğaldan azad olunmuşdur. Bunların da, Səməndərin də mübarizin ruhu şaddır bugün. Allah hər ikisinə rəhmət eləsin. Bütün şəhidlərə, hamısına rəhmət eləsin, qazilərə can sağlığı. Bir daha gəldiyinizə görə sizə minnətdarlığımı bildirdim. Təşəkkürümüzü bildiririk. Allah yəqin ki, mən bağışlayaq. Birinci, anaların bir ürək sözlərini eşidək. Ondan sonra şəhid atalarını dinləyəcəyik. İlk öncə istəyərdim ki, bax bu bizim Ağbirçək anamız bir kəlmə desin, sonra onun övladının adına bu tədbirə gələn digər şəhid analarının ürək sözlərini eşidəcəyik. Buyur anam. Yaxın değil, sen değme, sen değme. Prezidentimizi Allah değmesin, korusun. Şehitlerimize rahmet eylesin. Analara sabır versin. Gazilerimizi can sağlığı ağzına gelsin. Öyle değil mi? Allah size değmesin. Allah size değmesin. Allah size değmesin. Sağ olun. Şəhid Həziyev Xəyal Feyruz oğlunun anası.
anası Məlahət ana buyursun. Mən də Həziyev şəhid Xəyalın anasıyam. Bugün də yığılmışıq biz o iki şəhidimizin tədbirinə. Allah onlara rəhmət eləsin, bütün şəhidlərimizə, yerlərin nurad olsun. Onlar cənnətdədirlər. Anaya səbir versin, bacısına, qardaşına səbir versin. Allah qazilərimizə can sağlığı versin. O qazilərimizə ki, o qazilər bizim şəhid balalarımızın şahidləridir. Yanında olan qəhrəmanlıq sücətlərin gəlib danışandılar, gözləri ilə görəndilər. Allah bayrağımızı həmişə yüksəklikdə eləsin, xalqımın bayrağını, millətimiz sağ eləsin, prezidentimizin canı sağ eləsin, səbir versin bütün şəhid atalara, analara, bugündən sonra pis gün göstərməsin. Sağlam can arzulayıram, şəhid atalarının analarına. Şəhid Məmmədov Məhəmməd anası Gülmira ana buyursun. Salam, hər vaxtınız xeyir olsun. Mən də qürur yerim, baş tacım olan Məmmədov Məhəmmədin anasıyam. Bugün biz bura iki qəhrəman babanın işığına gəlmişik. Allah onlara rəhmət eləsin. Onların yeri doğrudan da cənnətdir. Bu sözdə deyilirdi. Mən elə bilirdim sözdə, amma doğrudan da mənim balamın timsalında olan bütün şəhidlərin yeri cənnətdir. Allah onlara rəhmət eləsin. Yaxınlarına səbir versin. Qazilərimizə can sağlığı versin. Bir də sizdən hər zaman, həmişə bir söz deyirəm, şəhidlərimizi unutmuyor. Heç bir zaman. Allah hamımızdan razı olsun. Çox sağ olun. Bəli. Şəhid olanda ölmür. Şəhid unudulanda ölür. Şəhid bacıları iştirak edir. Xahiş edirəm, hər kəs öz şəhidin adını çəksin, öz adını çəksin. Buyurun. Məmmədov Səməndərin bacısı Solmaz Məmmədov. Ver öbür bacına. Allah onun da arzusu eləyərdi ki, bu qara torpaqlar azad olunsun, bu torpaqları azad görsün. Allah qismət eləməsə də ruhları bugün şaddır. Bütün şəhidlərin qarşısında baş əyirəm. Bütün Allah ordumuzu qorusun. Allah qazilərimizə can sağlığı versin. Ali Başkomandanımız Allah qorusun. Onun sayəsində bu torpaqlarımız azad oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid analarının qarşısında baş əyirəm. Öz anam timsalında bütün analara Allah'tan səbir diləyirəm. Allah hamısına rəhmət eləsin. Mən Kərimov Mübariz, Kərimov Mübariz, Batsiyam. Allah bütün şəhidlərə rəhmət eləsin. Nə bilim, biraz bizim dərdimiz ağırdı. Bizimki itikindi, yeri yurdu yox. Hələ də gözümüz yollardadır. Bura yığışan bütün qonaqları salamlayıram, deyirəm. Bugün bizim bu günümüzdə siz çox sağ olun, əziyyət çəkib gəlmişsiniz. Sizə minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah bütün qazilərin canını sağ eləsin. Şəhidimizin xalası buyursun. Allah bütün şəhidlərə rəhmət eləsin. Mən Səməndarım, Məmmədov Səməndarın xalasıyam. Allah bütün analara səbir versin. Bütün şəhid anaların qarşısında baş verir. Təşəkkürümüzü bildiririk. Bəlkə bax bu qəhrəmanlar, bax belə bir qəhrəman onlar böyüdən bu qəhrəman anaları, bacılar bir ürəkdən almışlar, xahiş edirəm. Təşəkkürümüzü bildiririk. Ürək sözlərin eşidək və şəhid ataların yanında şəhidlərimizin canlı şahidi olan bu kəndin, bu elin, bu obanın dəyərli bir qazisi Ramil müəllimi də görürəm. Şəhid atalarından sonra ilə qazimiz də bir kəlmə söz desin. Sonra əlbəttə ki, tədbir iştirakçılarına söz verəcəyik. Şəhid Məmmədov Cəmaləddin Türbəndə oğlunun atasını dinləyək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onun valideynlərindən çox istərdim ki, həmişə başlarını dik tutsunlar. Onların oğlu qəhrəmandır. Bütün şəhidlər hamısı qəhrəmandır, hər birisi. Bugün oradan da bu tav şəkilləri ərsəyə gətirən qardaşımız bizimlə bərabər oturub burada. Allah'ın canı sağ eləsin. Ki bu işləri görüb bugünkü gün onların açılışında biz iştirak edirik. Çox sağ olun. Bütün buraya yığılışan hər bir kəsi salamlayıram və hamısına arzu eləyərəm ki, həmişə belə tədbirlərdə həmişə iştirak eləsinlər. Sağ olun. Şəhid Əliyev Qaraşın qardaşı da yaxınlaşsın, ataların yanında dursun, çox xahiş edirəm. Həziyev Xəyal Feyruzov'un atasını dinləyək. Ben salamlayıram buraya yığışan kardeşleri, bacıları. Ben şehit Həziyev Xəyalın atasıyam, Ağcabədi şəhidi. Ben bugün günde buraya yığışmışım, ona göre ki şehitlerimizin açılışıdır. Yani mübarek kardeşimizin ve obası Səməndər kardeşimizin şəkillərin açılışına yığışmışıq. Allah yerlərini cennet eləsin. Kardeşim, Allah var eləsin Hikmət kardeşimizi. Çok sağ olsun. Onu diyeyim ki Hikmət kardeşim benimle bir yerde işlemişik uzun müddet. Onunla birbirimizi tanıyorduk. Bundan neçə qabaqlar. Rəhmətli alcanıb bir oğlandı. Allah şəhidlərimizin yerini cennet eləsin. Ve valideynlerine, yakınlarına sabır versin. Bugünkü gün buraya gelen şehit anaların, ataların, kardeşlerin hamısın Allah ömrünü uzun eləsin. Gel ver buna bizler yad herifler, şehitlerimizin iştirakına gel ver, açılışına. Allah ömürlerini uzun eləsin. Bunu da diyeyim ki ben şair kardeşimiz de burada iştirak edin. Allah onda Allah'ını saklasın. Çok vatanperver bir oğlandı, ihtiyar müəllim. Şehitlerin ben onu da bilirəm ki, əvvəldən şəhidlərin məclislərində yani yaxından iştirak eden bir kardeşimizdir. Şəhidlərin demiyorlar ki, çok yerde işlerine gelip iştirak edir. Üzüm belə qabağa atılmış bir oğlandır, vətənbərvər bir oğlandır. Çok sağ olun, Allah size değmesin, Allah səbrinizi versin, şəhidlərimizə də rəhmət eləsin. Ben onunla da bilirəm ki, gençler bir gün burada yarışmışsınız. Allah sizi ömür uzun eləsin. Görür ki xeyrat dedik maşallah gençler var burada. Bugünkü günde şəhidlərimiz gedib şəhid olur ki bunu yaddan çıxartmaq olmaz. Sizler bizler bir gün burada yaşayaq, iştirak edək, toy edək, ne bileyim başka işler edək. Şəhidlər özlərini fəda ediblər ki bizler yaşayaq. Gələcəkdə nesiller yaşasın. Ona göre de Allah size değmesin. Həmişə şəhidlərimizi yaddan çıxartmayın, xahiş edirəm. Nəinki burada, başka bir yerde de imkan varsa gedin, iştirak edin. Ona göre yaxşı şeydir. Ben size onu arzu edirəm. Çok sağ olun, Allah size değmesin, Allah devletimizin bayrağınızı eləsin həmişə. Çok sağ olun. Falan. Şəhid Qəhrəmanov Məkan Mübarizov'un atasını. İlk önce hamd salamlayıram. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Ben Ağcabədi rayonunun Hacıbədəli kənd cəmaatının hər birinə təşəkkür edirəm. Çox sağ olsunlar ki, bu kənddə 3 abidə var. 3 abidənin hər birində bütün şəhidlərimizi cəm olaraq bir yerə yığıblar. Buna görə onun hər birinə təşəkkür edirəm. Bir gün də Allah yenə də şəhidlərimizə rəhmət eləsin. Bu şəhidlərimizin də bu yəqin ki küçə adıdır. Onun için de açılışına yığışmışıq. Yani Ağcabədi rayonun Hacıbədəli kəndin Ağcabədi rayonun digər kəndlərin hamısına örnek göstermək olarkən, yəni şəhidlərimizi birbirindən ayırmayaq və şəhid ailələri həmişə bir yerdə olub dərdimizə bir yerdə olaraq az olsa təskinlik verək. Demək, Ağcabədi rayon Muğanlı kəndində Qəhrəmanlar Parkı'nın açılışında Hikmət kardeş ilk defa ben orada gördüm, orada tanış oldum. Bir güzel söz işletti Allah. Yine de şehitlerimize rahmet eylesin. Dedi, kardeşim itkin olubdu,
anam atam dünyasında yaşayırdı. Heç birisi heç hava görməyiblər ki, evlatlarının yani ziyaret eləmə bir yeri. Ama Allah'a şükür ki 30 ildən sonra məhz burada bu park var, burada gəlib qardaşımızı ziyaret eləmə bir yer var. Onun için de Hikmət qardaş həqiqətən Siftədən biz şəhid ailələrinin yanında olub bir qardaş kimi bu cür qardaşa mən öz təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, öz əl əməyi ilə məhz o partda Həzi Aslanovun üstün məhz bax bu qardaş bir təmənnasız, bir qəşq təmənnasız bu işi görübdü. Çox sağ olsun. Bir neçə yerdə bunun əl işlərinə rast gəlmişik. Çox sağ olsun. Gözəl əl əməyi var. Allah bu cür heykəltaraşlarımızı, bu cür insanları, bu cür mehriban insanları xalqımızdan, elimizdən əksik eləməsin, var eləsin. Gözəl nəvəsi var. İlk dəfə o vaxt görmüşəm. Tanış olmuşuq. İndi elə qardaş buradadır. Demək, gedirdi o vaxtı, gedirdi hazırlığa gedəndə şəhidin küçəsindən keçəndə orada atasına deyirdi ki, mikrofon səsini alın, burada şəhidimiz var. O cür, yəni tərbiyə görmüş ailədirlər. Allah bu cür ailələri, həqiqətən Azərbaycan xalqı qəhrəman bir xalqdır, qəhrəman bir ölkəyi. Bugün bütün dünya xırda devlet olduğumuza baxmayaraq bizi büyük bir xalq, büyük bir dövlət, qəhrəman bir ölkə kimi görürlər. Allah Ali Başkomandanın dəmir iradəsini daha da uca eləsin, daha da ağır eləsin. Əlbəttə ki, şəhidlərimizin canı qanı bahasına, Ali Başkomandanın dəmir iradəsinə qəhrəman bir ölkəyi. Onun için de Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox danışıb sizi yormaq da istəmirəm. Çünki qardaşlar hamı danışmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Kəlmə deyər, ağzımız bir kəlmə desin. Birinci Qarabağ müharibəsinin şəhidi, Hindar qəsəbə şəhidi Qaraşəliyevin qardaşıyam. Bizim qəsəbəndə 42 şəhidi var, onun bəyək bacıdır, o düz deyir ki, etkin vəfalar dərtdir. Bizim qəsəbədə də 19 etkinimiz var, hələ də məzarı tanınmayan şəhidlərimiz var. Allah Hikmət qardaşım canı sağ eləsin, mən onunla xahiş edirəm ki, bir bu heykəlin birində bizim Hindar qəsəbə şəhidlər xiyabanı da təqdim eləsin. Allah bütün şəhidlərimizin məqamını üzələsin. Allah bizi şəhidlər qarşısında həzarət eləməsin. Sizdən hamı salamlayıram. Qonaqlara xoş gəlmişsiniz. Hikmət qardaşa təşəkkür edirəm. Bu gözəl əlişinə görə bütün əziyyətə keçənlər hamısına minnətdarlığımızı bildirir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sağ ol gözəl qardaşım. Teşekkürümüzü bildiririk. Bu tədbirdə iştirak edən Ağcabədi rayonu 44 günlük müharibəsində ilk gündə 27'si günü o şəhid olan şəhidimiz Abbas Doğru Bayramovun atası buradadır, amma danışmağa biraz çətinlik çəkdi. Ona görə də söz vermirəm. Ata, Allah səbrini versin və bu kəndin icra nümayəndəsi Yusuf müəllimin söz verək, buyursun. Ben de öz növbəmdə tüm Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir diləyirəm, qazilərimizə can sağlığı versin. Allah Ali Başkomandanımızı qorusun, Cənab İlham Əliyevi. Çox sağ olun, bura yığışdığınıza görə də gələn qonaqlara təşəkkür edirəm. Sağ olun. Təşəkkürümüzü bildiririk və çox sağ olun, var olun ki, bu səfərbərlik və həqiqi xidmətdə çağırış üzrə dövlət xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Kapitan İlkin Aliyev buradadır. Xoş gəlmişsiniz, buyurun. Əvvəla təmsil etdiyim səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Mayor cənab Vasif Rızayevin
başta şəhid ailələri, şəhid doğmaları olmaqla bütün tədbir iştirakçılarına ilk öncə salamlarımı, sonra xeyir dualarını çatdırıram. Allah'tan bütün yerindən, yurdundan, doğulduğu bölgədən asılı olmayaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, konstitusiyasının bərqərar olması və bütün Respublika ərazisində dalğalanan bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərə Allah'tan rəhmət diləyirəm. Valideynlərinə, doğmalarına səbir diləyirəm. Bugün o şəhidlərin ruhları şad, hürrəm, ona görə ki, canından keçdikləri torpaqlarımız suverendir, azaddır və bütövdür. Elə bir Respublikamızın elə bir ərazisi, elə bir bölgəsi yoxdur ki, orada üçrəngli bayrağımız dalğalanmasın. Biz bunun üçün fərqi yoxdur. Birinci Qarabağ müharibəsi olsun, ikinci Qarabağ müharibəsi olsun. Bütün şəhidlərə və yenə də deyirəm, yerindən, yurdundan asılı olmalaraq bütün şəhidlərə borçluyuq. Və hər kəs də bilir ki, bu il Azərbaycan Respublikasında Vətən müharibəsinin 5 illiyi, qələbəsinin 5 illiyi qeyd olunacaq. Və bununla əlaqədar Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən də o tədbirlərin təntənəli şəkildə keçirilməsi üçün Respublikamızda suverenlik və konstitusiya illidir. Və bu il həmçinin də mən bu ili bir növdə şəhidlərin, bütöv şəhidlərin ili hesab edirəm. Ona görə ki, məhz bayaq çıxışımda da dedim ki, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və konstitusiyanın bərqərar olması üçün məhz şəhidlərimiz öz canlarından keçmişdir. Ona görə də mən bu ili məhz özümdə şəhid ili hesab edirəm. Və bir haşiyədə çıxmaq istəyirəm ki, təkcə Ağcabədi rayonundan 244 nəfər şəhid vardır ki, onların 52 nəfəri itkin şəhiddir. Onların nə sağlığı, nə vəfatı məlum deyil. Onlar qəbirsiz şəhidlər deyək. Qəbri ziyarətgahı olmayan şəhidlərdir. Sağdırlarsa Allah Taala onları tezliklə yolunu gözləyən doğmalarına, yaxınlarına qovuşdursun. Vəfat ediblərsə Allah onların hər birinə də rəhmət eləsin. Və hər kəsə də məlumdur ki, keçən bu 5 il ərzində məhz itkin şəhidlərin qalıqları tapılmış, doğmalardan onlara qovuşmaları hər bir kəsə məlumdur. İnşallah da bu yaxın günlərdə də bizim bu qeyd etdiyimiz 52 nəfər olan itkinlərimizin də qalıqlarından tapılanlar olar, ailələrinə təhvil verilənlər olar ki, onların da gözlərinin yollardan yığılmasının şahidi olarıq. Bir daha bütün şəhidlərə Allah'tan rəhmət, onların doğmalarına səbir dilirik. Çox sağ olun, diqqətiniz üçün minnətdarıq. Gözəl ana, əgər narahatsa, yəni onu elə baxaq. Şəhid Səməndərin sinif yoldaşı, şəhidlərin canlı şahidi, bizim qürur yerimiz, dəyərli qazimiz Ramil müəllim Nağıyev buyursun. Mən sizə təşəkkür edirəm. Sözlərinizə görə minnətdarım edirəm. İlk növbədə mən həm öz adımdan, həm 1-ci Qarabağ Savaşı'nda iştirak etmiş bütün döyüşçü yoldaşlarım adından bütün tədbir iştirakçılarını salamlayıram. Uca Allah'tan dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş bütün döyüşçülərimizə, müqəddəs şəhidlərimizə Allah'tan rəhmət edirəm. Hər bir şəhidimizin valideynləri qarşısında baş əyirəm və dərin ehtiramı bildirirəm. Allah'a çox şükür ki, bu günlərim Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüşən Azərbaycan ordusu düşmandan qisasımızı aldı. Bütün xalqımızın yıxamızda olan o ləkə 30 illik həsrətə son qoyuldu. O ləkəni canı ilə, qanı ilə yuyan müqəddəs şəhidlərimizin ruhu şad oldu. Kifayət qədər məndən əvvəl burada bizim dəyərli şəhid ataları, şəhid anaları, şəhid ailə üzvləri hamısının qarşısında baş əyirəm. Gözəl fikirlər səsləndirdilər. Bugün şəhidlərimizin ruhu şaddır. Mən bütün bugünkü tədbirdə iştirak etmək həm çətindir, həm qürurludur. Çətindir ona görə ki, əvvəla bu kəndin 2 şəhidi yox, 18 şəhidimiz var. Allah hamısına rəhmət eləsin.
Allah bütün şəhidlərimizi cəmi rəhmət eləsin. Bugün iki qəhrəmanımızın, necə deyərlər, onların xatirəsi ilə bağlı görüşdəyik. Çətinlik çəkirəm ona görə ki, bax bu şəklini gördüyünüz bu iki döyüşçü 30 il əvvəl bunların 18 yaşı var idi. Yəni o 18 yaşa qədər, bunlar həlak olduğu günə qədər biz bir yerdə olmuşuq. Gençliğimizlə bir də gezişciyik, futbol oynadığımız günlərdə bir yerdə olub, uşaqlarımızla bir yerdə olub, partanın arxasında əyləşdiyimiz günlərdə olub, silah götürdüyümüz günlər də bir yerdə olub. Bugün bu gençlərin 50 yaş tamam olur. Amma 18 yaşında onlar elə bir el çatmaz zirvəyə ucaldılar ki, biz güman eləmirəm ki, biz ora çatarıq. Allah dərgahında ən uca məqamda dayanan şəhid bizim başımızın tacıdır. Mənim üçün bir döyüşçü kimi elə bilirəm ki, Hacıbədəlinin 18 şəhidi, 18 dənə başının tacı var. Mən onlarla qürur duyuram, fəxarət keçirdirəm. Bu iki qəhrəmanın haqqında dediyim bütün Azərbaycan uğrunda şəhid olan döyüşçülər haqqındadır. Mən onlarla qürur duyuram. Hesab edirəm ki, kimsə məni axtarsa, qoy məni o şəhidin necədir, ayaqları altında mən axtarsınlar. Çünki mənim də ürəyim oradadır. Çünki onlarla mən çiçiyinə döyüşmüşəm. Vaxtınızı çox almaq istəmirəm. Qarabağ uğrunda, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan hər bir döyüşçümüzün xatirəsini əbədiləşdirmək, onların ailəsinə ehtiram, onların ruhuna ehtiram üçün dövlətimiz tərəfindən, şəxsən ölkə rəhbəri tərəfindən silsilə tədbirlər həyata keçirilir. Yəni biz bunu mətbuatdan, gözümüzün qarşısında izlədiksə insan bir qürur hissi keçirilir. Bu tədbirə layiqdir. O cümlədən də bugünkü tədbirimiz, bugün Hacıbədəlli kəndində iki qəhrəman döyüşçümüzün xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunmuş tədbir doğrudan da tədbirə layiqdir, alqışa layiqdir. Bu tədbir tək o şəhidlərin ruhuna olan ehtiram deyil, tək o şəhidlərin ailə üzvlərinə olan ehtiram deyil. Bununla paralel olaraq bugünkü tədbirimizdə iştirak edən bütün gənclərimiz üçün tərbiyəvi əhəmiyyət baxımından çox böyük əhəmiyyət kəsb edir. Yəni bu baxımdan vətənpərvərlik mövzusunun hər zaman aktual olduğu üçün təbliğat baxımından bu tədbirin çox böyük əhəmiyyəti var. Buna görə mən ilk növbədə bu tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirmək istəyirəm. İştirak edən, etməyən hər kəsə minnətdarlığımı bildirirəm. İştirak etmək hər birimizin mənəvi insanlıq borcudur. Yekun olaraq çıxışımız sonunda hər zaman dövlətimizin ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda canın fəda edən qəhrəmanlarımızın necə deyərlər, onların ruhuna olan ehtirama görə, şəhid ailələrinə göstərilən, Qarabağ qazilərinə, müharibədən zərər çəkmiş hər bir döyüşçümüzə göstərilən yüksək diqqət, qayğı, belə bir möhtəşəm silsilə tədbirlərlə bağlı ilk növbədə dövlətimizə, Müzəffər Ali Başkomandanımıza, möhtərəm prezidentimiz Cənab İlham Əliyevə, rayon rəhbərliyinə, bugünkü tədbirin təşkilatçılarına, o kör gənclərimizdən tutmuş bütün ağsaqqallarımıza qədər tədbirimizin aparıcısına kimi kimin əziyyətli xidməti varsa hər kəsə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bir daha yekun olaraq o qəhrəman döyüşçülərimizin əziz ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Diqqətsiz görə hər kəsə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm və mən bir şəxsin də adını çəkmək istəyərdim. Bu kəndin, bu elin, bu obanın ağsaqqalları. Mən unuttum bayaq adını demədim, amma indi deyim, xahiş edirəm operatorlar ilk planda işlandırsın. Mayıs dayı oğlu Toğruldan bütün şehitlərin dəfnində iştirak edən bir şəxsiyyətdir. Yuxarı kəndlərdə mən bunun canlı şahidiyəm. Alternatif yollarla edib dəfn edirdik ki, vururdular da Qaraxanlı, Boyad, Bilağanlı, Hacılar, yuxarı gəlin bu tərəflərdə. Yəni mən buna canlı şahidiyəm. O mərminin altında o kişi hər birisinin lentə alıbdır. Mən sizlərə atanıza da sayanda mən şəxsən təşəkkürümü bildirirəm və bir şəxsin də üzrxahlığını qeyd edim ki, Hikmət müəllim xüsusi təyinatların 94-cü ildə dəniz pişiklərində xidmət etmiş kəşfiyyat komandiri Seydirman Əsədullayev zəng edib qadını burada ürəyi sizləndir. Gələ bilməsə də ürəyi bu tədbirlə döyündüyünü zəngi ilə sübut etdi. Allah ondan da razı olsun. Və mən şəhid mövzusunda nə çıxış etmişəmsə də hamısını mən Seydirman Əsədullayeva borçluyum. Çünki onun o ağzından tökülən o sözləri bir deyək də yaxşı mənada oğurluq yığmışam, danışıram. Allah can sağlığı versin. Və bu günləri şəhid
Səməndər Məmmədovun, Şəhid Kərimov mübarizin qardaşlarından kim çıxış etmək istəyirsə, hər birinin adını mən tanımadım, xahiş edirəm. Hər birisi yaxınlaşsın, onları da, qardaşlarını da ürək sözdən işləyək. Amma şəhidimizin dayısı, Ələmdar dayısı danışmaq istəyirsə, xahiş edirəm. Yaxınlaşsın. Çox xahiş edirəm. Mən üzr istəyirəm, o şəhidlər istəyirəm tanımadığıma görə. Hər birisi kim söz demək istəsə yaxınlaşsın, xahiş edirəm. Mən bugünkü bu işi təşkil edən bütün hər kəsə təşəkkürümü bildirirəm. Mən Səməndər Şahlar oğlunun dayısıyam. Mərifətli, mədəniyyətli bir oğludur. Vətən uğrunda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və gözəl bacımın əllərini öpürəm. Bu qədər. Və durun burada. İkiniz də İşmat müəllimin nəvələri. Allah korusun. Gəlir burada. Gəlir burada. Mən bir çıxış edəcəm. Ondan sonra bizi təmsil edəcək olan, gələcəkdə bizim yerimizdə durub aparıcılıq etmək qabiliyyətləri olan bu şagird balalara söz verəcəm. Demək, 2 əsrdən bəri ilk dəfə idi ki, yeganə bir dövlət ki, bütün 4 bir sərhədləri olan dövlətlər ki var, öz torpaqlarımızla sərhədik. 2 əsrdən sonra bu zəfəri qazandıq. İnşallah bu zəfərlərin sayı daha çox olacaq. Bir şeir demək istəyərdim, tarixi nüanslardır. Onlardan sonra bax bu gözəl balaların şeirlərini eşitəcəyik. Parçalandım min illər, bölündün dilim dilim. Yaş attı dərdinə, ağladı göyçə gölüm. Başqa adla yaşadı, yat kimi yurdum, elim. Dərbənd şimalda qaldı, quzuya döndü Zəncan. Torpaqlarına qurban, vətənim Azərbaycan. Türkmen çayın fermanı sənə həsrət gətirdi. Buna dəvat tapmamış Qarabağı itirdi. Gülistan gül yerinə tikanlı sim bitirdi. Dərdimizə gülməyi məcbur eylətdi nadan. Göz yaşlarına qurban, vətənim Azərbaycan. Təbrizə ana dedik, bizi yetim qoydular. Hak deyən igidlərin dərsini soydular. Əsrlərdir düşündük ki doydular. Yağya şirin geldi, içdiyonlu haqqan. Şəhidlərine qurban, vətənim Azərbaycan. Qazilərine qurban, vətənim Azərbaycan. Qərarla Zəngəzurun vətən oldu dıqaya. Özgenin kölgesinde çevrildiler ağaya. Güllelendi didildi kocadan ta çağaya. Yaxşı neyim vardısa uğurlandı soracağım. Servetlerine kurban, vətənim Azərbaycan. Ağrı dağım, ağrıdan qocaldı, xəstə düşdü. Xarı bülbülüm yandı, odda alovda pişti. Laçın məğrur qartalı qaralara dəyişdi. Hələ də güllələnirdim məzarından natavan. Acılarına qurban, vətənim Azərbaycan. Borçalıdan tək qalan xatirə dolu yaddaş. Şirin yalanlar ilə ovulmuşuq biz qardaş. İntiqamım ağırdır, kəsiləcək neçə baş. Döyüş əlində silah, sən bütöv olanacan. Qalib gününə qurban, vətənim Azərbaycan. Belə oğulların sayəsində Azərbaycanım qalib bir dövlət oldu. Ve Azerbaycan ordusunun taktikasını bütün hegemon devletler o taktikadan istifade etmeksizdir ki bunlar neyledi 44 güne bu boyda torpaqları işğaldan azad ettiler. Ben gurur duyuram ve bütün şehit analarının, atalarının, bacı kardeşlerinin, balalarının, şehit ailelerinin, gazilerin her birisinin karşısında ben baş eğirim.